Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 2026-cı ilin mart ayında Azərbaycanda sosial təminat sahəsində mühüm göstəricilər açıqlanıb və bu rəqəmlər minlərlə ailənin sosial rifahına birbaşa təsir edən mühüm məlumatları əks etdirir. Rəsmi məlumatlara əsasən əlilliyə görə pensiya, aylıq müavinət və prezident təqaüdü alan şəxslərin sayı bir daha diqqət mərkəzinə düşüb. Məlumata görə təkcə 2026-cı ilin mart ayı ərzində əlilliyə görə pensiya alan şəxslərin sayı 249.251 nəfər təşkil edib. Bu rəqəm ölkədə sosial müdafiə sisteminin geniş əhatə dairəsinə malik olduğunu və dövlətin həssas kateqoriyalara xüsusi diqqət ayırdığını göstərir. Əlilliyə görə pensiya alan şəxslər arasında müxtəlif yaş qruplarına aid və fərqli səbəblərlə əmək qabiliyyətini itirmiş vətəndaşlar yer alır. Eyni zamanda aylıq müavinət alan şəxslərin sayı da kifayət qədər yüksək olub. Belə ki, mart ayında 226.266 nəfərə aylıq müavinət ödənilib. Bu müavinətlər əsasən sosial müdafiəyə ehtiyacı olan, lakin pensiya hüququ qazanmayan və ya əlavə dəstəyə ehtiyacı olan vətəndaşlara yönəldilir. Bu da dövlətin sosial siyasətində balanslı yanaşmanın tətbiq olunduğunu göstərir. Bundan əlavə, prezident təqaüdü ilə təmin olunan şəxslərin sayı da açıqlanıb. Rəsmi rəqəmlərə əsasən 92.947 nəfər prezident təqaüdü alıb. Bu təqaüdlər adətən xüsusi kateqoriyaya aid olan şəxslərə, o cümlədən xüsusi xidmətləri olan və ya sosial baxımdan daha həssas qruplara daxil olan vətəndaşlara verilir. Prezident təqaüdü həm maddi dəstək, həm də dövlət tərəfindən göstərilən diqqətin göstəricisi kimi qiymətləndirilir. Ümumilikdə bu rəqəmləri analiz etdikdə aydın olur ki, 2026-cı ilin mart ayında yüz minlərlə insan dövlət tərəfindən müxtəlif sosial ödənişlərlə təmin olunub. Bu isə ölkədə sosial müdafiə mexanizmlərinin aktiv işlədiyini və əhalinin rifahının qorunmasına yönəlmiş addımların davam etdiyini göstərir. Qeyd etmək lazımdır ki, bu cür sosial ödənişlər yalnız maddi dəstək rolunu oynamır. Eyni zamanda cəmiyyətin sosial sabitliyinə və insanların həyat keyfiyyətinin yüksəlməsinə də ciddi təsir göstərir. Dövlət tərəfindən həyata keçirilən bu siyasət xüsusilə əlilliyi olan şəxslərin gündəlik həyatını asanlaşdırmaq və onların cəmiyyətə inteqrasiyasını gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Ekspertlər hesab edir ki, sosial ödənişlərin davamlı və vaxtında verilməsi, həmçinin bu sahədə şəffaflığın təmin olunması gələcəkdə də sosial rifahın yüksəlməsinə müsbət təsir göstərəcək. Eyni zamanda bu istiqamətdə aparılan islahatlar və ləqəmsallaşma prosesi ödənişlərin daha sürətli və əlçatan şəkildə vətəndaşlara çatdırılmasına imkan yaradır. Beləliklə, 2026-cı ilin mart ayına dair açıqlanan bu statistik göstəricilər bir daha sübut edir ki, Azərbaycanda sosial müdafiə sistemi geniş miqyasda fəaliyyət göstərir və yüz minlərlə insan bu sistemdən faydalanır. Qarşıdakı dövrlərdə də bu istiqamətdə yeni addımların atılması və sosial təminatın daha da gücləndirilməsi gözlənilir.